Azərbaycan ərazisində təkcə bugün 17 yeraltı təkan qeydə alınıb. Bunu Bölgə TV açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib. O xatırladıb ki, Azərbaycan seysmik zonada yerləşmir. Ümumiyyətlə ölkəmizdə yeraltı təkanlar gündəlik olaraq baş verir. Bu aydın məsələdir. Yer daxilində hər zaman termodinamik proseslər gedir. Bunun nəticəsində də müxtəlif təkanlar yaranır. Təkcə bugün Azərbaycan ərazisində 17 təkan qeydə alınıb. Heç biri də hiss olunmayıb. Türkiyədə olan zəlzələnin də Azərbaycan heç bir aidiyyəti yoxdur. Eyni zamanda bizdə elə bir texnogen bölgə yoxdur ki, orada maqnitudası 6 və 6-dan çox olan zəlzələlər baş versin. Hiss olunan da ola bilər, amma elə bir qorxulu proses yoxdur. Nəzərə almaq lazımdır ki, Azərbaycan seysmik zonada yerləşmir. Bizdə yalnız yüngül tərpənişlər baş verə bilər. Qeyd edək ki, oktyabrın 27-sində Türkiyənin Balıkəsir vilayətində 6.1 maqnitudalı zəlzələ baş verib. Balıkəsirin Sındırğı rayonunda qeydə alınan zəlzələdə yeraltı təkanların uzağı 5.99 km dərinlikdə yerləşib və İstanbulda daxil olmaqla bir neçə şəhərdə hiss olunub. Rəna Rövşən qızı, BTV.